Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Azalın Groznyda qəzaya uğrayan təyyarəsi Ramiz Mehdiyevin Azərbaycanda hazırladığı dövlət çevrilişi ssenarisi əsasında vurulub. NES 24 AZ xəbər verir ki, bu iddia ilə hazırda ABŞ-da yaşayan tanınmış media meneceri Elnur Baymovun rəhbərlik etdiyi Avesti Baku saytı çıxış edib. Saytın anonim mənbələrə istinadən məlumatına görə ssenari çoxdan hazırlanıb. Plana təyyarə qəzası, hərbi xaos və köhnə elitanın nəzarətində olacaq müvəqqəti hökumət və qurmaq daxil idi. Amma hər şey plan üzrə getmədi. Avesti Baku iddia edir ki, plan aydın ssenari, təyin olunmuş rollar və xarici koordinasiya əsasında qurulub. Avesti Baku-nun iddiasına görə plan Moskvadakı hərbi dairələr vasitəsilə koordinasiya olunub. Əsas əlaqələndiricilərdən biri uzun müddət Bakıda Moskvanın adamı sayılan general Nəcməddin Sadıkov idi.